Salam, buyurun. Mən bugün finans şirkətində görüşməm var. Zəhmət olmasa mənə köməklik edə bilərsən. Finax 16-cı mərtəbə sağdakı otaq. Təşəkkürlər. Salam. Salam, keçin əyləşin. Özünüz haqqında qısa bir məlumat verin. Fidan Məmmədova, 23 yaşım var. 2019-cu ildə universitetə daxil olmuşam. Fidan xanım, sizin nəzəri bilikləriniz bizi qane etdi. Ancaq sizə bir sualım olacaq. Bu sayədə sizin təcrübəniz nə yerdədir? Təəssüf ki, təcrübəm yoxdur. Açığı belə bir şansım da olmayıb ki, özümü sübut edeyim. Amma çox təəssüf ki, bizə təcrübəsi olan bir işçi lazımdır. Amma mənim sizə tövsiyəm olardı ki, siz təlim və təcrübə ikisi bir arada olan təlimlərə qoşulun və daha sonra siz yenə bizə müraciət edə bilərsiniz. Aydındır, çox təəssüf. Təşəkkürlər, çox sağ olun. Buyurun, siz sağ olun. Fidan xanım, buyurun. Fidan xanım, bu da bizim tədris otağımızdır. Hansı ki, bayaq dediyim kimi, təcrübə keçən yoldaşlar burada proqramımız üzrə praktik işləri həyata keçirirlər. Fidan xanım, biz Aliz Qrup olaraq yeni bir təlim proqramı hazırlamışıq ki, hansı ki, universiteti bitirib təcrübələri olmayan şəxslərə həm burada müəyyən qədər nəzəri bilikləri öyrədirik. Təbii ki, nəzəri bilikləri olan adamlara daha rahat olur. Birbaşa real işlər üzərində praktik işləri həyata keçiririk. Fidan xanım, siz iş mühitində qarşılaşacağınız bütün məsələləri burada öyrənəcəksiniz. Biz sizə xüsusi proqramla praktik real iş mühitinə uyğun tədrislər aparılacaqdır. Tədris dediyimiz hansısa bir nəzəri biliklər yox, daha çox praktik əməliyyatlar. Bütün vergi sistemi üzərindən, əmək sistemi üzərindən BRIS proqramında tətbiqlər olacaq. Qruplarımız kiçik qruplardır, 6-8 nəfərlik qruplardır və düşünürəm ki, bu təlimi, bu praktik təlimi keçdikdən sonra siz qısa müddət ərzində və bəlkə də elə kursun ortasında siz özünüzə bir iş tapacaqsınız. Bu məhz təcrübəsi olmayan şəxslər üçün çox yaxşı bir şansdır, mənə elə gəlir. Və sonda biz sizə tövsiyə məktubu verəcəyik və sertifikat təqdim edəcəyik. Fidan xanım, əgər sizə də uyğundursa, əyləşin, gedişatımızla tanış olun. Mən əslində çox düşünməyə ehtiyac yoxdur. Mən artıq qərarımı verdim. Uyğundursa sabahdan təlimlərə qoşulmaq istəyirəm.